خب بسم الله الرحمن الرحیم. جلسه 269 فیه ما فیه. چیدن مهم و پیچیده و نیازمند شغل و وقت مطرح olup bu bugünkü dersimizde. Biri idame ile o söhbetlerdi ki Cenab-ı Attar mətrəh eləyib. O budur ki, aya hər zat insanın təslimi iləndir. Mevlana buyurur ki, oturam fikirləşəm, deyəm ki, bugün gedəyəm klasa, nə söhbət də eləyəcəm. Gedəyəm, görəm ki, ay sizlə danışıyam. Öz təsmimimlə danışmıyam. Bir söhbətləri gəlir dilimə, mətrəh eləyəm klasa, minbərdə ki, onlar razı qəblən tədbiri töhməmişdim. Onlar razı qəblən təsmimi tutmamışdım. Söz elə buzu gəlir, naxudaqa. İstəyir ki, gahdan qeybidən ilham olar, qeybidən dəstur gələr, qeybidən firiştələr cətəyərlər, mətalib qarlı adamın ağzına insan onları mətrəh elər. Əlbəttə bu mətləbi o adam mütəvəssi olar ki, elə dəst deyib, söhbət eləyib, tədris eləyib. Bu da lazıməsi budur ki, hətmən bir fərd arif ola, müvəhhid ola, dindar ola. Çoxlu əfrad var ki, Allah'ı da tanımırlar. İstilahen diyor ki, bidindirlər, materialistdirlər. Ya sən bu cür məsailə diniyə fikr eləmirlər, olan da görsən zehninə bir mətləb gəlir, bəyan edirlər. Bu ixtiraat, iktişafatı ki olubdur, əğləbi dindarların təvəssüsü ilə olmayıb. Yəni bu, indi quşilər ki, istifadə edirsiniz, mahvarədən istifadə edirsiniz və bu, alan dünya, indi huş-i məsnui ilə işləri görür, o adın istilahen qopurar, nöqtezən, nöqtə. Nöqtezən məfhumudur ki, bir ittilaatı veriblər o huş-i məsnuiyə, o huş-i məsnui, o dəstgahın məğzidir ki, 2 nəfər baham əyləşiblər, 2 dənə səndəldə. Amerikada oturublar, deyirlər ki, edəcəksən İranda, məsələn, səndəliyə yeç, 4 sey vuracaqsan, çaharı yox ha. Kim bu? Siz o, yox, səndəli, nəfər demədik ki. Və o səndəliyi seydə əyləşən vuracaqsan. Buna deyirlər nöqtezən. Bir cür vurur ki, bəğəldəki sağlam qalır, o birisi məzlum. Yaxşı, bunu kim kəşf eləyib, bu sözləri? Kaşifi kimdir? Kaşifi bidinlərdir. Yəni, mütəfəkkir insanlardır ki, öz işlərində peyğəmbərdirlər. Yəni, onlara ilham olub, vəhy olub. Mevlana bunu istədiyə. Əlbəttə, peyğəmbərlərə də, Awliyaullaha da elə bu yollarda. Hərə bir zəminədə qeybidən səhmi var, gələ yetişir. Müntəha, bit eləyə bilərlər, çoxlu buradan istifadə eləsinlər. Onun da bu filsuflar yolun öyrədiblər də, fikr eləsə, otsa o zəminədə fikr eləsə, dər vaqe özün müstəid eləyir, o qeybidən gələn, istilahən səvaqib deyərlər, səvaqibə. Ki, gəlirlər, diril kimi sura verirlər. Yəni, gəli fəzanı sura verir, gəli vardı, zehn olur.
مفصل ده چون وقتimiz azdır کوتاه عرض ediyorum ki belə deyək ki vəhy fəqət Allah adamına ola. Onlar da Allah adamıdırlar. Amma heç çox Allah'ı tanımır. Nə indi bu həvapeymaların cüzünə, bu şəhərlərdir, həvapeymadır, bu ixtiraat, iktişafat elə bunlar qeybidən gəlir. Mən özümdə neçəsi təcrübə eləmişəm. İndi orada YouTube'da qoymuşam. Kulli Qur'anı mən barha və barha şərh eləmişəm. Bəzi surələr məsələn 20 dəfə şərh eləmişəm. Məsələn Surə Yusuf'u 20 dəfədən çox şərh eləmişəm. Surə Qafı şəd 30 dəfə şərh eləmişəm. Surə Ən'amı lap çox. Bəzi məsələn 2 dəfə Surə Ən'amın şərhini qoymuşam orada YouTube'da. Gahdan evdən bir baxaram, görürəm ki, bir nə də istəyəcəm. Mütaliə elərəm. Görürəm bəzi ayatı mütəvəssü olanmayam, irtibatını kəşf eləyə bilməyəm. Hey mütaliə eləyəm, o təfsirə, bu təfsirə. Gahdan 50 dənə təfsir açaram, görürəm o nə deyib, bu nə deyib. Bəzi mövqe taparam da, axtaranda taparam ki, bunlar müşkilim həll olar. Bəzi mövqe əslən olmaz. Nə qədər mütaliə eləyirəm, fikr eləyirəm, mən özümə də bu ittifaq düşür ki, müşkil həll olmuyor. Elə niceran, qorxa, deyəm Allah, sənə təvəkküllər gediyor, indi bunun dəstəyəsi yox. Nəzidiyəsi yox. Əlbəttə, heç çox mövqe o əfrad mütəəssir olmur. Bəli, mən özüm mütəəssirəm da ki, mətləb doğrulmadı. O züccət, baver eləyin ki, gahdan o tədris eləyəndə, məxsusən Qur'anı, elə gahdan bu mətalib irfanini görürsən ki, bərahəti gəldi, otdu zehnimizdə, gəldi olsun. Mətləb, bəqədri rahat elədir ki, zərəyana saldılar. Yəni bir növ irtibat bərəkət olur, ilham olur. Xub, biz kimi şəxslər ki, gahdan bizə bu ittifaq düşür, Mevla buyurur ki, qalibə muzurdur. Yəni fikr qəbli ilə və istilah gəlib söhbət eləmir. Ariflərin nəzəri budur ki, da biz dönbalı illət gəzməyəcəyik burada. Bunlar lütfe bidun illətdir. Lütfedir Allah tərəfindən. Amma da illəti yoxdur. Əttar da gözünüz buyurdu. Loh-i məhbuz cilayəsi var idi, vəli loh-i məhbuzun əsli sözü buydu ki, bu umurat bidun illətdir. İllət axtarmayacaq. Bu zəminədə gələn nə qədər dastan oxuyacaq. Vəli fəlsəfə deyirlər, əslən, belənçi bir şey aləmdə yoxdur. Bidun illət heç məluli, heç pədideyi mühəqqəq olmaz. Hər ittifaqı ki aləmdə üz verir, hər pədideyi ki vücuda gəlir, hər məluli ki vücuda gəlir, yəni bu ki deyirik, mən nə qədər fikirlədim, gəlmədi dilimə, gəlmədi zehnimə, nə qədər mütaliə elədim, gəlmədi, sonra kirasda dəstəyəndə naxudagah, bidunun ki mən biləm, gəldi ağzıma. Deyimin illəti var. Filsof illəti var. Ya get təlaş elə illətin tap, ya da ki tapanmısan da. Bidun illət olmaz. Mühim qəvaninləri var, mühim formulları var, tipki o formullar heç mövqe, məlul, pədidə, bidun illət olmaz. Mən xülasəsini biz səri ərz eləyəm, keçəm, sünari mətalib deyəcəm. Əgər kar bir illət mühəqqəq ola, bir pدیده بدون دخالت عامل خارجی که bunun ayrı اصطلاح خود به خود دو. خود به خود
بدون دخالت عامل دیگر بدون علت اگر معلول پدیده محقق olsa onda bir silsile قوانین 100% üstüne xətt çəkiyor. O qəvanini ki, onun üstündə insan fikr eləyib. O qəvanini ki, onun üstündə ixtiraat əncam tapıb. O qəvanini ki, onun üstündə zindicanlıq təşkil verib. O qəvanindən bir budur ki, aləmdə sabit olub danışməndilərə, filsuflara ki, İctimai ziddən, yəni iki zidd muhal است. اجتماع نقیضین نقیضین دو نقیض محال است. hələ bu iki qanun çox mühim və əsasi tərin qəvanin aləmdəndir və hər kəs ki fikr eləyir, bu dəlillə fikr eləyir ki, ictimai nəqizin qeyri-mümkündür, muhaldır. İctimai ziddi muhaldır. Və irtifai ziddayn mümkün است ولی irtifai nəqizayn muhal است. Oldu 4 dənə qanun. Əvvəl ictima dedim, sonra irtifa. Bu 4 dənə qanun کل قوانین فیکشده. یعنی هر چی فیکشلیه ناخودآگاه bu usul üstə fikirli. Bu 4 dənə qanun elə bir 4 əməl əsli riyaziyyatdır. Eyb yox. Əvvəl buna fikirləşin. İndi bir nəfər cəm o, təfriq o, təqsim o, zərbi başarmaya. Necə bahdə karmənd ola bilər, hesab kitabı yetişə. Necə mühəndis ola bilər. Necə ustad riyaziyyat ola bilər. Yəni, əslən, necə xəridi furuş eləyə bilər. Hər kəsi ki, məxsusən ki, indi ki, da maşin hesabla bu işlər görürlər, ya da quşu ilə, ya o xodbər pozlarla. Yəni, bir nəfər ki, kat çəkir, intiqal verir, kart be kart eləyir, 100% ki, bu başara, bu 4 əməl əslini, cəmi, təfriqi, kəsri. Məsələn, bir miqdar orada mövcudusu var, ondan bir miqdar götürür, yəni minhaili də. Yəni, bir nəfər 4 əməli əslini başarmasa eləyə bilməz ki, kart be kart eləyə, ya muamil eləyə, ya gedə bir dənə sadə püfəç ala. Kullən hər kəs qadir be انجام دادن 4 əməli əsli olmasa müəttəl qalar. در واقع adam elə bir ki, bitişər, məsələn, təxtədir. Bu 4 qanun da eynən bu cürdür. İndi bir nəfər gələ, deyər ki, biduni illət bir təhəqqüqi tapıb, bir mövcudi vücuda gəlib. Məsələn, məndə loh deyildi də əttarın dilizə. Eşq yazmayıblar. Deyir, niyə? Deyir, niyəsi yoxdur. Niyə soruşma. Vaxt sən niyə, yəni illət axtarırsan, çera, yəni beçə illəti. Xob. Amma indi siz misal istəsiniz, gəbisənə, qəblən də ərz eləmişəm bula, yadınızdan sıxır, şəhət də o zaman diqqət eləməyibsiniz. İndi ərz eləyirəm, bəlkə səyiyyəsiniz, mütəəssüs olarsa, üçün vaxtımız azdır. Gəh o, دو شیء متضاد ضدin gəh mənasını bilək, nəqizin gəh mənasını bilək. Zidd ya nə mənə? Zidd دو əmr vücudi هستند. Zidd yox, ziddəyn. Ziddəyn دو əmr vücudi هستند.
اما نقیزن دو امری هستن که یکی وجودی یکی عدمی. لبوز مدرسه ده استادان ادبیات شعر و شاعری ده ادبیات ده bir dikkat dinle bu beyan ederler. Zıt ve nagizi müteradif işlederler. Derse ki zıt ve nagiz müteradifdir. Zıt ayrı şeydir, nagiz ayrı şeydir. Bak bir. Zıttan dو emri vücudi veli nagizan dو emri ki yeki vücudi ki ademi. خب اینه دیروز چی؟ ضدن دو امر وجودی که اجتماع آنها محال است. یعنی نگیزن ده دو امری هستن یکی وجودی چی عدمی چینه ده olan اجتماع محالده. ضدن دو امری هستن که ارتفاع آنها ممکن است. ولی ارتفاع نگیزن محال است. یخصه اجتماع معلومه ده. اجتماع یعنی در مکان خاص و در زمان خاص در نقطه خاص در زمان در آن خاص. مثلا این 11:05 دقیقه دقیقاً 11:05 دقیقه قالان لحظه bu mekanda bura ya ağdıya gələdir. Hem ağıla hem gələ olmaz. Bir nöqtəyə xas, iynən ucuyla nöqtəyə. Bu ləhzə bu ya gələdir ya ağdır. Əgər gələdir ağdır. Əgər ağdır gələdir. Bunu ağlı mütəəssir olur. Ama eliye bile hiçbir olmasın. İrtifayını bertaraf şöden. Kırmızı olsun. O noktaya khas. Olabilir. İrtifa yani murtefe şöden. İrtifa yani murtefe şöden. Yani nebuden. Bes iki emre vücudi. Mesela geceyle gündüz zıt dediler. Eləyə bilər bir nöqtə. Gecə olsa da gündüz deyil ki. Gündüz olsa gecə deyil. Bəli eləyə bilər nə gecə olsun, nə gündüz olsun. Bir yerdə ki, nə gündüz demə olur, nə də gecə demə olur. Ola bilər. Məsələn, indi Sibridə bəzi mənatik var ki, nə gecədir, nə gündüzdür. 4 ayda gün çıxmayıb. Ya 4 ayda, 5 ayda gün batmayıb. Günde yoktu ha. Böyle ne kamilen tarih ne kamilen ışıktıcı diye gün var. Yaxşı. İndi deyirik ki, bəs irtifa ziddən ki, sefid o siyah ziddi həmdilər. Bunlar murtefe olsun, olmasınlar. Qırmızı olsunlar, abi olsunlar. Vəli içtimai anha بس ارتفاع آنها ممکن است اجتماع آنها محال است. یعنی انسان چه bunları bile bu توضیح verebilir. چه eləməz nəhadi insanda var. Ama nəqizə yani bud o nəbud bud həstidir. Onun nisli onun nəqizidir. Da ziddidir. Şimdi mesela sizin hesabınızda bahta. Sizin bahta hesabınızda ya pul var ya yoktur. Da hatta vesat olmaz ki. Velo bir giren ha. Bir giren de sizin hesabınızda olsa var da. Ya da yoktu da. Sen diyemezsen ki benim hem pulum var hem yoktu. Gel yoktu da bu oldu sərmə söz. Ya pulun yoktu ya vardı. Diyebilirsen az varımdı. Çok yokumdu. O ayrı. Ama vardı yoktu nəqizdiler. Nəqiz.
İndi deyirsən ki, mənim hesabımda bir qiram da yoxdur. Əslən yoxdur bu. İndi aqil adam yox hesaba gəlib çək yazar. Deyək ki, indi pulum yoxdur, amma qocayım 100.000 təmən götüreyim da. Aqil adam heç vaxt deməz. Deyir, yoxdur. İctimai bud و نبود محال است. İndi deyirsən ki, vardı. Pəs vardı, amma götürəməm. Pəs nəzi vardı götürəmirsən? Pəs yoxdur da, yox hesabındadır. Hesabı bağlayıblar, yəni yoxdur. Orada ərqam-ədat yazılıb, vəli səndə ixtiyar yoxdur, ədəmdir. Fikrim kafədə bu miqdar. Misal, ictima və irtifa. Yoxsa, indi kullən bir şey danışıyıq, gediyoruz, gəliyoruz. Deyirik ki, bu nəmə təqvimdə bu gün tətildir. O da kəlmə-i tətil yazdı, hər ağıl başa düşər ki, kilas yoxdur. Heç ona deməyiblər ki. Vəli bunu zehni insan neyini? Muhasibə eləyir. Xoş. İndi kar bidun illət, əgər bidun illət yoxdur, məlul var. Diqqət eləsə, illət olmasa, məlul olsa, yəni istivai nəqizeyn olur. Vəli qəblən biz demişdik ki, istivai nəqizeyn muhal است. Bəs bu qeyri-mümkündür bidun illət filsufdur, bunu başa düşüydü. Ariflər iştibah eləyir. Ariflər iştibah eləyir və dibinə getmirlər də. Arif bu qəvaninin şiddətinə qanayız elədim, onu kamilən təhlil eləyə bilmir. Xodu Mevlana da buzuydu. Əttar da buzuydu, Hafız da buzuydu. Sədi hamdan çox. Kullən bunlara əş'əri deyərlər. Əş'ərilər deyirlər ki, kar bidun illət olar, lütf bidun illət. Mənim dostum var, bu da ki, xanımlar bir təsvim tanırlar, ağala da tanıya. Elə bu cür ədəbiyyat ustadıdır, məsnəvi ustadıdır. On vaxt o da bu cür mütəvəccihdir. Deyir, məsələn, mən şahidlərimin birinə bisti veriyəm, o birisine 19 veriyəm. Gəlirlər deyirlər ki, ustad niyə? İkimiz də bir vərəq yazmış, ya ikimiz də bir klas şahidıq, ikimizdən imtihan almayıbsa. Niyə birimiz deyir ki, bu lütf, mən ona lütf eləmişəm, bisti vermişəm. O lütf bidun illətdir. Çünki bu ustad əzbəs ədəbiyyatla, bu maarifə, şairlərlə sərkarı olub, o da onda da bu halət tapılır. Deyir ki, lütf bidun illət olar da. Niyə Allah birin, gözəlliyi binci ki? Allah'a demək olur, niyə? Deyir, Allah'a niyə demək olmaz? Bəli, fəlasfədi, dili o Allah'dır. Bəli, fəlasfədi xeyr, demək olar. Və Allah'ın da cevabı var və hətmən hər ittifaqın, hər pədidənin illəti var. Bunda biz o tamam illətləri yetişə bilmiyor. Olmaz ki, bidun illət, məlul təhakkuk. Əgər bidun illət, məlul təhakkukda var, onda yəni ictimai nəqizən mümkün olur. Dərsə ki, hamı əvvəldə etiraf edib ki, zehn insan, əql insan. İctimai nəqizən muhal است, xeyr mümkün. Bu bir mətləb. Mətləbi bədi ki, Mevlana burada mətrəh eləyir, vaxtımız azdır. Mövzu təzaddır. Tənaquz yox ha, ziddən. Aləmdə təzad da var. Elə dedikləri, ziddən də əmri vücudiyəndə. Bir gözəldir, bir çirkindir bizim nəzərimizdə. Bir xeyirdir, bir şərridir. Bunlar ziddə həmdir. Gecə günüz ziddə həmdir. Qorusdakı və siri mütəzaddıdırlar.
Nəqiz deyirlər, mütəzaddırlar. Adam az olsa, tox deyirlər. Tox olsa, ac deyir. Bəli, gahdan adam acdır, bilməz. Bəs nəqizin deyirlər, mütəzaddırlar. İndi deyir ki, niyə Allah aləmə bu cür mütəzad xəlq eləyir? Mövləvi deyir ki, aləmdə bir də əfrad var ki, onlara sənəvi məzhəb deyərlər. Zərtoştilər də müttəhəmdir onlara. O qruhlardan ki, siz tanıyırsınız, İranda, məxsus Azərbaycanda moddular, gedərlər Kələkbərdə Qəl'ə Babəkə. Babəkçilər deyərlər Xürrəmdin. Xürrəmdinilər, o cür ki, onlardan asar qalıb, deyirlər, bunlar sənəvi məzhəbdirlər. Xürrəmdinan. Mani ki, gəlmişdir, İranın peyğəmbərlərindəndir, nəqqaşisidir, mucizəsidir. O da sənəvi məzhəbmiş. Deyirlər, Həzrəti Zərtoştu da sənəvi məzhəbmiş. Bu sənəvi məzhəblər təzadda həll eləyə bilməyiblər. Sənəvi məzhəblər aləmdə mütəzad var. Xeyr var, şərri var. Ölüm var, itim var və dirilik var. Səlamətlik var, nasəlamətlik var. Xülasə bir qismət umurat var ki, onlar deyərik şər, bir qismət umurat var, onlar deyərik xeyr. Mövləvi burada cahdan filosoflar kimi fikir elərlər. Cahdan elə ariflər kimi. Mövləvi bütün nisbiyyətə qaildir. O nisbiyyətə qail olmaqla çoxlu məsələ həll elərlər. Bəli, o ariflər ki, nisbiyyətə qail dərlər, həll eləyə bilməzlər. Həll eləyə bilməsələr, gələrlər sənəvi məzhəb olarlar. Deyərlər ki, aləmdə xeyr və şərrin bir dənə xaliqi yoxdur. Məsələn, olmaz ki, Allah həm xeyri xəlq eləyə, həm şərri. Xeyrilərin bir Allahı var, şərrilərin bir Allahı var. Və buradan o əndişə, əhuraməzda və əhrimən tapılır. Mövləvi indi bu sənəvi məzhəbi, bu ki, xeyr işlərin bir Allahı var, şərr işlərin bir ayrı Allahı var, onu rədd eləyir bugünkü dərsimizdə. Deyir, xeyr, bunda Mövləvi nəzir? Deyir ki, hamısının bir dənə Allahı var. Bunda Allahda xeyrat, o cür ki, bizim nəzərimizdə xeyirdir, xeyr deyil. O şərrilər, o miqdar ki, bizə şərridir, Allah da şərri deyil. Bəlkə şərrilər özləri xeyridirlər. Biz onları, Mövləvin didiqahında, biz onları şərriləri şərri görüyoruz. Tövzihi var. Mövləvi bir misallarla istidlalları təmsilidir. Misallarla bu məsələni həll edir. Dəftər-i çağrımda bunu çox ali tövzih veribdir. Mən də barha onu tövzih vermişəm. Bir nəmə ayrı misal vurur. Deyir ki, ağa, sadə bir misallarla indi bit deyə gecə olur, bazar kəsatdaşı. Deyir ki, kaş gün batmayaydı, mən ticarət eləyədi. Ona pisdir də. Bəli, mən mütəəssir olmasaydı, gecə olmasaydı, bu elə oyda günüzlük qalsaydı, hamısını işləsəydi, fərsuz olardı, ölərdi, gedərdi. Bu gecə ki, mənə şərri deyildi, bu dərvaqə ona xeyri var. O xeyrə adına şərri qoydu. Gecə gəlib ki, gecə istirahət eləsin, sabah duvar işləyə bilsin. Bəli, bir də var ki, gecə pul qazanırlar. Gecə sənə şərr oldu, dəramədin kəsildi. Amma bir deyə xeyri var, bir də şəbkarlara. Və bu cür müfəssəldir. İndi bir-iki sətr oxuyaq, qalsın gələn həftəyə. Gələn həftədə bu zəminədə də çox söhbət eləmərəm, mətn oxuyarıq. Çünki vaxtımız azdır, qurtar.
صفحه 213 buraya yetişmiştik. وسط صفحه تقریبا میدونه آیه بار افلم ینظروا الی السماء فوقهم کیف بنیناها tapduz. Ondan sonra birinci dersimiz buradan başlanır. Soxanı mən be dəstə mən nis. Bu əvvəl qismətə mərbutdur. Sözlərimin ixtiyarı məndəndə. Və əzin ru mirəncəm. Cəhətən narahat olmuş. Bidunun ki mən fikirləşəm görəsən ki danışmışam. میخواهم که دوستان را موعظه گویم و سخن منگاد من نمی شود. استیم دوستانمو موعظه‌لیم اما söz benim اختیارımdadır. موعظه‌لیه bilmiyorum ayet bir sözler diyeyim. Az این رو میرنجم. Sonra narahat oluyorum. Diyem gitmiştim klasa dostlarımızı nasihat eliye. Ağrı sözler dedim. Şimdi elə söz diyem ki gitmiştim onlara rahat diyem. Onlar narahatladı. Gitmiştim dostlarıma diyem siz ne yaxşı adamsınız, siz ne bavefa dostlarsınız, siz olmasanız mənim oğlana bizdə dəyməyəm. Gittim, gözüm başladım onları danlamağa. Ben dedim ki bugün klasdan çıxanda hamı məsələn məni təşəkkür edəcəklər, hamı üzün tutub bu tərəfə gedir. Çünki ixtiyarımda değildi söz. Mevlana buyuruyor. Təslim tutmuşdum, təbiətə razı danışam, getdim mavəraya təbiətə razı. Təslim tutmuşdum, firiştələrə razı danışam, gedim cinnilərə razı danışmışam. Hicahdan öz ixtiyarımda deyil. از این رو میرنجم özümden narahat oluyorum ama از آن رو که سخن من بالاتر از من است ولی باشد که bu sözler menden بالاترده و من محکوم ویم شاد میشوم زیرا چه سخنی را که حق گوید هر جا چه رسد زنده کند diye متوسل oluyorum Allah tarafından geldi bu söz. Bu söz مفیدmiş چه جربده و اثرهای عظیم کند یعنی bu Allah'ın işidir. İhtiyar məndə deyil. Diyor sənədi Kur'anımız da var. Peyğəmbər ki bir işlər görüb Allah deyir ki ya Resulallah sən zahirdə bu işlər gördün. Batində Allah fəaldır. Kur'an'da bu ayəmiz var. Ma rəmeytə iz rəmeyt velakinnəllahə rəma. Hiç şüphede sen tir atıydın, zahirde sen atıydın, batında Allah atıydı. Mevlevisi diyor ki, ben de bu zirem, Peygamber kiminiyim. Allah bu kelamatı gətirib qoymam ağzıma, mən də bu cür pərteliyirəm. Zahirdə mən danışıram, həqiqətdə Allah danışır. تیری که از کمان حق جهد هیچ سپری و جوشن مانع آن نگردد از این رو شادم علم اگر به کلی در آدمی بودی و جهل نبودی این گشت و تضاد آدمی بسوختی اگر insan fəqət alim olaydı cahillik olmasaydı insan məhv olardı və nə mandi pəs cəhl mətlub آمد deyir ki adam əgər hər zadı bilsəydi da onda fəal olmazdı, təlaş eləməzdi insan da fəal olmazsa, təlaş eləməzsə insan məhv olar insan təlaş eli, məfhum təlaşı budur ki bir şeylər bilmi gedir öyrəşir bizzatları yoxdur gedir onun ələ gətirir əgər hər cəhətdən qəni olsaydı insan məhv olardı pəs indi cəhl و ناداری مطلوب آمد مطلوب آمد یعنی گشته از این رو که بقای وجود به وی است چون که bu ناداری و جهالت عامل وجود insandır indi cehalet bəs mətlub است cehalet bu cəhətdən qəşəhət adam fəal olur tu evdən çıxır gəlir deyir ki bir şeylər bilməyəm gəlin filan yerdə öyrəşim Cem medresede öyrəşim. Bizi cəhli pisdir. Deyib o, به طور نسبی pisdir. Cəhli pis olsaydı, sən
duyup cehaleti bertaraf eləmək var. Mədrəsəyə getməzdi, danışqaha getməzdi. İndi ki, hepsən danışqaha, indi ki, hepsən mədrəsəyə, indi ki, evindən çıxıbsan, bu cəhlin bahis olub. Və cəhl qəşəng bir şeydir də. Onu deyim. O tərəfdən, elmi qəşəhdir, bəli, elm mətlub است، از آن رو که وسیله است به معرفت باری. باری یعنی خداوند، علم یعنی آدم الله tanıyor. پس هر دو، یعنی علم و جهل، یعنی دو شیء ضد متضادن، یاریگر همدیگرند. برازن دانشته این دیدی که و همه ازداد چنینند. نه من عالم ضد و اولاد ابو زیدله. بله؟ بله نسبت tutuldu. شب اجر بطاره ما شب اجر چه ضد روز است اما یاریگر اوست و یک کار میکنند، یعنی gece ve ikisi bir iş görüyor. اگر همیشه شب بودی هیچ کاری حاصل نشدی و بر نیامدی و اگر همیشه روز بودی چشم و سر و دماغ خیره ماندندی. همیشه جنود olsa adam خسته olar. Dermanları yani خسته olar. Adam ne kadar bakacak, ne kadar işleyecek. Ve divane şudandi. Gece olmasaydı tamam insana divan olurdu ve muattel. Pes در شب می آسایند و می خسبند و همه آلت ها از دماغ و فکر و دست و پا و سمع و بصر جمله قوتی می گیرند. Sonra deyir ki, bu ziddin aləmdə, aşağı mətləyə bu deyir ki, təxtəsiyyatı yazmışam. Aləmdə ziddi olmasaydı, aləm məhv olardı. Aləmdə zidd olmasaydı, Allah tərəfindən insana bizət gəlməzdi. Zidd olmasaydı, təkamül və puyayı olmazdı. Ziddiyyət olmasaydı, insan mütəhəvvil və mütəzəddir olmazdı. İnsan ki, təkamül tapır, insan ki, hərəkət edir, insan ki, puyadır və hər zat ki, aləməndə, təbiətdə puyadır, mütəzəddiddir, dər əsəri təzaddıdır. Ona görə bu ərəbi cümləsində buyurublar ki, lövlət təzaddı, əgər təzadd olmasaydı, ma səhhə konul fəsad, xilqəti məfhum olmazdı. Konu fəsad yəni xilqət. Aşağıda lövlət təzaddı, əgər təzadd olmasaydı, ma səhhə hudusul hadisat, hiç ittifaqi aləmdə vuku tapmazdı. Lövlət təzaddı, əgər təzadd olmasaydı aləmdə, ma səhhə davamul feyzi ən məbdəl zəvad. Allah tərəf, məbdəl zəvad yəni Allah. Allah tərəfindən feyzi gəlməzdi. Ənbiya alimdilər, mərdum cahildilər. Bu cəhl o elm mütəzaddıdır. Bu bais olub ki, Allah lütf eləsin. Əgər aclıq, toxluq olmasaydı, Allahın lütfi gəlməzdi. Yəni, hamı tox ola. Onda mərdum Allahdan əmr istəyəcəklər. İnsan həmişə salim ola. Əsən məriz olmuyor. Yox, Allah yada düşməz ki. Allah o zaman yada düşür ki, bizim müşkilimiz var. Acıq, Allah çörək yetir. Naxoşuq, Allah səlamətlik yetir. Əmniyyət yoxdur, Allah əmniyyət. Həməşə əmniyyətdə olarsan, həməşə nuni turuğan başa, onu Allah çıxa gidə dərdinə. Allah əslən özü Quranda deyir ki, mən cahdan sizi naxoşladıram, cahdan giriftar elərəm. Tabi mənim də yadıma düşəsiz, biləsiz Allah da var. Bənabərin mütəzad mövzubi bəqay aləmdilər. Təzaddən aləmi Allah ziddi həm xəlq edib bir qismətinə ziddidir, ta ki dünya mütəhəvvil olsun, təkamül tapsın. Əgər təzadd olmasa, der یک کلام nə afəriniş olar, nə təkamül. Bu miqdar bəstədə gördüm sizi. 5 dəqiqədə vaxtımıza geçdi. Assalamu aleykum və rəhmətullah. Söz çoxdur ha bu zəminədə, amma da qərar qoymuşuq ki 11-dən cüzvi hal